deməli mağazamıza qarşı dərəcəsizlik olub. Assalamu aleykum əziz Barakəşəri TV izləyiciləri. Deməli mağazamıza qarşı dərəcəsizlik olub. İndi necə olub deyəcəm. Bir qadın bizdə kameralar var burada. Hər tərəfdən kamera var. Hətta çöldən də kamera var. Göstərəcəm bir daha. Çöldən də burada kameramız var. Hər tərəfli kameraya düşüb. Deməli bu nə edib? Gəlib birinci gün bizim satıcımızı aldatmaq istəyib. Satıcı buna aldanmayıb. Hələ pul verib, pulu götürüb. Sanki pulu vermiş kimi ondan pulun qalığını tələb edib. Satıcımız aldanmayıb. Axşam yenə də gəlib və ikinci dəfə aldatmağa nail olub. Pul verib və aldığı məhsul da budur. 2 manat 45 qəpiklik. 100 manat verib və onun müqabilində 100 manatı geri götürüb sonra onun müqabilində 97 manat 50 qəpik və yaxud 60 qəpik pul götürüb gedib. İndi bizdə bütün görüntülər var. Qadındır, biraz dolu fasondur. O qadın özü biləcək kimdir. Bu videoya baxırsa, ya getirib özü öz xoşluğuna pulu qaytarsın, biz bunu səhv anlaşılma olaraq qəbul edəcəyik və ona heç bir şey eləməyəcək. Ya da onu ifşa edəcək və ya aidiyyatı qurumlara verəcək, onlar özləri məşğul olsunlar. Yəni biz burada halallıqla pul qazanmağa çalışırıq. Siz bizə aldatmağınız, maşenniklik eləməyiniz bizə həqiqətən çox pis təsir eləyir. Getirin bu pulu qaytarın öz xoşluğunuzla və biz də bunu səhv anlaşılma kimi qəbul eləyərək sizə heç bir tədbir görməyəcəyik. Yəni video görüntüləri də siləcəyik. Sizə heç bir şey olunmayacaq. Amma eləməsəz, belə bir şey eləməsəz, əks təqdirdə biz bunu aidiyyatı qurumlara təhvil verəcəyik və görüntünü də paylaşıb sizi biabır edəcəyik.